Həmişə mənimlə. Adətən biz parka gəlirdik. Mən maşını saxlayırdım və müəllimimlə gündəlik gəzintiyə çıxırdım. Beləcə, hər gün təxminən səhər 9-dan günorta 12-yə qədər, ya da bir qədər olurdu. Park boş olurdu. Elə illər olurdu ki, müstəqillik günündən və ya hansısa xüsusi hadisələrdən başqa burada tamamilə insan olmazdı. Biz gəzintimizə başlayırdıq. Adətən Raf mənim yanımda gedirdi, mən onun sağ tərəfində və beləliklə biz yolumuza davam edirdik. Rabaş bu dünya ilə çox maraqlanırdı. Xəbərləri dinləyirdi. Əlbəttə, bütün bunları o, ali idarə etməyə uyğun şəkildə ölçüb biçirdi. Amma hər saat mən radionu açmağa borclu idim və o, xəbərləri 2-3 dəqiqə ərzində dinləyirdi. Livan müharibəsi zamanı o, xəbərləri hətta dərs vaxtı da dinləyirdi. O zaman dərsə kənar adamlar gəlirdi, amma o yenə də xəbərləri dinləmək üçün dərsi dayandırırdı. Bu biraz qəribə görünürdü. Sən Tövratda yazılanlar barədə danışmağı, belə uca şeyləri öyrənməyi dayandırırsan ki, xəbərləri dinləyəsən. Və onda xaridimlərdən ultradindar. Kimsə ondan soruşdu. Bu necə ola bilər? Burada nə baş verir? Bizdə ümumiyyətlə radio dinləmək qəbul olunmayıb. Rabi ona cavab verdi. Əgər sənin orada oğulların olsaydı, əlbəttə nə baş verdiyi ilə maraqlanardın. Sənin ürəyin orada olardı və onda sən radionu açıb dinləyərdin. Çünki hiss edərdin ki, sənin taleyin bundan asılıdır. Amma bizim orada bütün ordumuzdur. Onların hamısı mənim oğullarımdır və mən sözsüz ki, onlar üçün əzab çəkirəm və narahat oluram. Buradan anlamaq olar ki, kabalist Rabaş ultradindar yahudilik cəryanına, xaredmə aid idi. Özündə xalqa qarşı xüsusi bir hiss inkişaf etdirir və onu bütün xalq, həmçinin bütün dünya narahat edir. Bala Sulam qarşılıqlı zəmanət və Tövratın verilməsi məqalələrində yazır ki, insan nə qədər çox inkişaf edirsə, bir o qədər çox özü üçün yox, öz ailəsi üçün narahat olmağa başlayır. Sonra qohumları üçün, sonra olduğu cəmiyyət üçün, öz ölkəsi üçün, bütün dünya üçün. Və əlbəttə, ruhunu inkişaf etdirən kabalist onun vasitəsilə, onun bütün digər ruhlarla nə qədər bağlı olduğunu hiss etməyə başlayır. İnsanların cinsindən və ya irqi mənsubiyyətindən asılı olmayaraq, beləliklə o, bütün dünya narahat olmağa başlayır. Çünki nəticə etibarilə yaradan qarşısında hamımız vahid kli kimi mövcuduq. Adam Rişon adlanan quruluşda birləşərək. Rabaş həqiqətən də Mohikanların sonuncusu idi. Onun ölümündən sonraki hər keçən illə biz getdikcə daha çox əmin oluruq ki, bu həqiqətən belədir. Bundan sonra bu qədər böyük miqyasda elə bir kabalist olmadı və ümumiyyətlə bizim günlərdə kabalistlər yoxdur. Biz həqiqətən ən dərin enişə çatmış son nəsilik və buna görə də belə bir enişdən yalnız bir yol var: yuxarı yüksəliş. Rabaşın atası Bala Sulam bizim nəsil üçün bütün kabala elminə əsaslandırılmış ilahi bir kabalist idi. Bala Sulamdan əvvəl heç bir kabalist, ruhaniyyəti hiss etməyənlər, kabalist olmayanlar üçün kabalanı yazmırdı. Bala Sulam kabala elmi barədə bizə aydın olan dildə yazmağa başlayan ilk kabalistdir və onu
və ən əsası elə bir şəkildə ki, ruhani dərkə malik olmayan, bunun nə olduğunu heç cür təsəvvür etməyən, sadəcə bu dünyadan yuxarıda olan nəyəsə meyl duyan hər bir insan onun kitablarından kömək ala və ruhani dərkə çata, ali aləmi hiss etməyə daxil ola, yaradana yaxınlaşa bilər. Son vaxtlar biz İsraildə akademiyadan olan insanlara Bala Sulamın kim olduğunu, onun fəaliyyətinin Yəhudi fəlsəfəsində nəticələrinin nə olduğunu izah etməyə başlayırıq. Və onda onlara aydın olur ki, onlar ümumiyyətlə onu gözdən qaçırıblar və söhbətin kitablarında bütün bəşəriyyətin tarixini, bizim tariximizin başlamasından da əvvəl mövcud olan bütün reallığı, aləmlərin və bizim aləmimizin yaradılmasını, bütün bəşəriyyətin keçdiyi, bütün inkişaf prosesini izah etmiş nəhəng bir insandan getdiyini anlamayıblar. Bütün bunlardan çıxış edərək o bizə yaradılış məqsədinə çatmağa aparan çəkilmiş yolu göstərdi. O həmçinin bu yolda nəyi gözləmək lazım olduğunu izah etdi. Onun böyük oğlu, mənim müəllimim, Bala Sulamın dediklərini daha da çox açıqladı. Xüsusən də insanın daxili işi, onun ruhani aləmləri fərdi dərk etməsi ilə bağlı olan hissədə. Yalnız istəyən, maraqlanan və bizim təbiətimizdən bu dünyadan yuxarıda olan nəyisə can atan hər bir insan bu dünyanın onu doldura bilməyəcəyini hiss edən insan, belə bir insan Bala Sulamın və Rəbaşın kitablarını aça bilər və onların köməyi ilə həqiqətən səmaya uça bilər. Beləcə mən gəlib bu parkda onunla gəzirdim. Biz onun yazmalı olduğu növbəti məqalələr barədə danışırdıq. Evə qayıdanda mən aşağıda qalırdım. Ora boş və qaranlıq idi. Mənim müəllimim yuxarı qalxırdı, öz mənzilinə. Mən ona bir stəkan qəhvə hazırlayırdım və o yazı maşınının arxasına otururdu və onda yuxarıdan, onun mənzilindən mənə yazı maşınının düymələrinin döyüntüsü gəlirdi. O bir barmağı ilə məqalələri yazırdı və beləliklə bir həftə ərzində 7-8 vərəqdən ibarət bir məqalə alınırdı. Bu insan tənbəllik etmirdi. O mümkün olan bütün üsullarla, yalnız mümkün olan hər şey izah edirdi ki, biz ruhani dərk etməyə aparan yolda keçdiyimiz bütün prosesləri hiss edək və anlayaq. Biz görürük ki, kabalistlər bəzən öz daimi yaşayış yerindən gedirlər. Ailəni, uşaqları, arvadı, şagirdləri, beyt midraşı, yəni onların oxuduqları yeri, öz evini qoyub tamamilə başqa yerə gedirlər. Biz mənim ravimlə hər gün cəmi bir neçə saatlıq çıxırdıq və bundan başqa həftədə bir dəfə 2 günlüyə Tveriyaya, Mirona, şimala gedirdik. Orada tamamilə tək qalırdıq. Sürgünə çıxış cəmiyyətin, hətta ona yaxın olan cəmiyyətin təsirindən nə qədər çıxdığını izah etmək istəyən insan üçün zəruri bir şeydir. Çünki insan mütləq özü ilə tək qalmalıdır. Ali qüvvə ilə tək qalmalıdır. Yad fikirlərin olmadığı, ona heç nəyin təsir etmədiyi uzaq bir yerdə. Yanına insanlar gəlməyəndə və sən uzun müddət tək qalanda xüsusi mətnləri yazmaq və oxumaqla məşğul olanda sən onların içində daxil olursan
və onların vasitəsilə ali qüvvələrlə, yaradanla, hər şeyi əhatə edən ali qüvvə ilə bağlanırsan. Bu, sənə orada olmağa və xarici maneələrin təsiri altında ayrılmamağa imkan verir. Mən bunu ilk dəfə çox güclü hiss etdim. O vaxt mən artıq bir il, ya da bir il yarım öz müəllimimlə bağlı idim və birdən bir gün o Tveriyaya tək getdi. Bu hələ biz onunla birlikdə getməyə başlamazdan əvvəl idi. Mənə o, orada olanda onun yanına gəlmək imkanı yarandı. Yadımdadır. Mən sonradan uzun illər onunla birlikdə gəldiyimiz mənzilə qalxdım və qapını döydüm. O mənə qapını açdı və mən görmədim ki, insan mənə baxır. O məni görmürdü. Yalnız bir neçə dəqiqədən sonra o, baxışını mənim üstümdə fokusladı. Mənə baxdı və qəfil soruşdu. Bəs kim sənə mənim yanıma gəlməyi dedilər? Və necə isə spontan əlavə etdi. Niyə gəldin? Burada nə edirsən? O bunu elə soruşdu ki, mən özümü onun üçün yad bir insan kimi hiss etdim. Onunla heç bir əlaqəsi olmayan bir insan kimi. O elə bir yüksəklikdə idi ki, məni tanımırdı. Bilmirdi ki, mən ona yaxınam. Mən onun şagirdiyəm, onun köməkçisiyəm. Tveriyada bu görüşdən sonra daha 2 il keçdi. O, mənə onunla birlikdə ora getməyə başlamağı təklif etdi və onda mən sözsüz ki, hiss etdim ki, o məni özü ilə birlikdə aparır. Tveriyada biz əsasən niyyətlərin qapılarını və 10 sferotun tədrisinin 15-ci hissəsini öyrənirdik. Orada Adam Rişonun ruhunun quruluşu izah olunur, onun hansı hissələrə bölündüyü, bu hissələrin insan ruhlarına çatana qədər necə daha da bölünməyə davam etdiyi, artıq bu dünya adlanan səviyyədə olan insan ruhlarına çatana qədər. Və onda bu ruh hiss etməyə başlayır ki, o təkcə ruhani aləmdə deyil, onun qarşısında maddi reallıq da var. Əslində maddi reallıq nədir? Bu, əlavə bir reallıqdır ki, ruh onu mövcud kimi görür. Ona görə ki, bu ruh uçuruma öz istəklərində ən aşağı vəziyyətə qədər enib. Tədris çox dərin, çox hissiyyatlı idi. Zohar kitabından, 10 sferotun tədrisindən və mənim hələ danışmağa haqqım çatmayan bir neçə kabalist kitabından parçalar. Gizli silsilə deyilən bir şey var. Kabalistlər onu çox gizli şəkildə, yalnız özləri üçün, ya da anlayanlar üçün yazırdılar. Rabaş bu mətinləri götürür və mənə izah edirdi. O mənə məktubları və məqalələri oxuyurdum. Onun izahı olmadan heç nə anlamaq mümkün deyildi və əslində onları mənə ötürür və izah edirdi. Bugün mənim peşman olduğum bir şeyim var. Əlbəttə, əgər indi mən onun yanında olsaydım, ondan daha çox qəbul etməyə hazır olardım. Bugün biz elə bir vəziyyətdəyik ki, İnsanlar artıq az-çox anlayırlar. Necə olsa, biz bu dünyada həyatdan heç nə əldə etməyəcəyik. Ümidsizlik, narkotiklər, ümumi böhran bütün dünyanı bürüyür. İnsanlar artıq heç nə ilə maraqlanmırlar. Texnologiyaların inkişafının ya da yeni kəşflərin onlara nəsə gətirəcəyini gözləmirlər. Ona görə də bugün Balosulamın dediyi hər şey
həyata keçir. Onu tanımağa başlayırlar və onun təlimini cəmiyyətin geniş dairələrinə yaymaq bu bizim məqsədimizdir. Bizim vəzifəmiz və borcumuzdur.